Çox zaman bunu ailədə ya stresə, ya depressiyaya bağlayırlar, gigiyena qaydalarına əməl etmirlər. Demensiya xəstələrində yaddaş zəifliyi xaricində bəzi əlamətlər var. Onları sizə qeyd edəcəm və bu əlamətlər xəstənin yaxınları tərəfindən çox zaman anlaşılmır və ciddi qəbul edilmir. Xəstəni həkimə vaxtında gətirməməyə səbəb olur. Bunlardan birinci növbədə xasiyyətin dəyişməsidir. Hər zaman mülayim olan və xoş niyyətli olan, şən olan bir insanın artıq əsəbi, inadkar bir insana çevrilməsi müşahidə edilirsə, çox zaman bunu ailədə ya stresə, ya depressiyaya bağlayırlar və nəticə itibarilə xəstənin müayinə olunması gərəkdiyini başa düşmürlər. Burada vacib məqam ondan ibarətdir ki, xəstə yaxınları bu durumun düzəlmədiyini müşahidə edirlərsə, bunun artıq stresə, həyəcana, depressiyaya bağlı olmadığını anlasınlar. İkinci növbədə qeyd etmək istəyirəm, qərar vermə və analizlə bağlı problem yaranması. Bu xəstələr günün, vaxtın, havanın uyğunluğuna görə çox zaman geyim seçə bilmirlər. Bunu çətinliklə edirlər. Günlərlə eyni geyim geyinə bilirlər. Gigiyena qaydalarına əməl etmirlər. Hər zaman təmizkar olan bir insan artıq baxırsınız təmizliyinə belə əməl edə bilmir. Üçüncü növbədə isə gündəlik etdiyi işlər, yəni hər zaman, hər gün etdiyi şeyləri etməkdə çətinlik çəkmək. Xüsusilə bir misal verim sizə, evdar bir xanımdır, hər zaman yemək hazırlayır, amma yeməyin tərkibini, ardıcıllığını artıq unutmağa başlayıb. Bunu vaxtında doğru başa düşmək lazımdır. Bu saydığım 3 əlamət artıq varsa, bunu ignor etməyin və vaxtında yaxınınızı həkimə gətirin.